Yaz aylarının gəlişi ilə bağlı, gözlə bağlı narahatlıqların da meydana çıxması müşahidə olunur. Bu narahatlıqlar ən çox rast gəlinən allergik konjüktivitlərdir. Çünki yaz mövsümündə havada pollenlərin, yəni çiçək tozlarının, ümumiyyətlə digər allergenlərin miqdarı çoxalır. Bu da gözlərdə allergik reaksiyalara səbəb olur. Nəticədə gözlərdə qaşınma, göynəmə, sulanma, göz qapaqlarında ödem, şişkinlik yaranır. Ən çox rast gəlinən isə bu simptomlardan gözlərdə olan qaşınmalardır. Allergiya zamanı diqqət edilən məqamlardan öncəsi odur ki, qaşınma zamanı gözləri oxalamaq gözlərdə geri dönüş olmayan fəsadlar verə bilər. Bu da eyni zamanda gözlərdə ikincil infeksiyaların yaranmasına səbəb olur. Qeyd etmək lazımdır ki, allergik konjüktivitlər yoluxucu deyil və əksər hallarda hər iki gözlərdə müşahidə olunur. Adətən açıq havada, küləkli, tozlu, günəşli günlərdə daha da artır. Profilaktika məqsədi ilə sadə, effektiv üsullar fayda verə bilər. Yəni açıq havadan qayıdan zaman gözləri yumaq vacibdir. Eyni zamanda günəşli, küləkli günlərdə günəş eynəyini istifadə etmək lazımdır. Əgər pasiyentdə, vətəndaşda allergiya meyillidirsə, mövsüm öncəsi mütləq həkimə məsləhətinə dinləməlidir. Pasiyentlər bəzən öz başına müəyyən damcılardan istifadə edir və bu damcılar da gözlərdə nəinki yaxşılaşma verə bilər, əksinə ağırlaşmalar yaradır ki, bəzən geri dönüş olmayan hallar yarada bilər. Şikayətlər uzun müddət davam edərsə, mütləq həkim müayinəsinə getmək lazımdır. Vaxtında qoyulan diaqnoz və aparılan müalicə gözlərimizin sağlamlığının qorunmasında mühüm rol oynayır. Buna görə də sağlamlığınıza diqqət edin və ilkin əlamətlərə biganə qalmayın.